إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وسلم. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء، واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم، ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. فإن أصدق الحديث كتاب الله تعالى، وخير الهدي هدي محمد صلى الله عليه وسلم، وشر الأمور محدثاتها، وكل محدثة بدعة، وكل بدعة ضلالة، وكل ضلالة في النار. Əmmə bə'd. Möhtərəm müsəlmanlar, həmd olsun aləmlərin Rəbbi olan Allaha. Elhamdülillahilləzi tətimmu bi ni'mətihi salihət. Neymətləri sayəsində bütün yaxşılıqlar, xeyir işlər tamamlanan Allaha həmd olsun. Həmd olsun Allah Teala'ya ki, Allah Teala bizi Ramazan ayına yetişdirdi. Allah Teala bizi bu ayda oruc əhlindən, Quran əhlindən, zikr əhlindən, salih əməllərdə yarışanlardan etdi. Və bu Allah Teala'nın bizə olan böyük bir neymətidir, müvəffəqiyyətidir Allah Teala'nın. Allah Teala buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Sizdə olan hər bir neymət Allah'tandır Subhanahu ve Teala. Həmçinin Allah Teala başqa bir ayda buyurur ki, وَاِنْ تَعُدُّ نِعْمَةَ اللّٰهِ لَا تُحْسُوهَا. Əgər Allahın neymətlərini saymağa qalxsaz, sayıb bitirə bilməzsiniz. Allahın neymətidir ki, Allah Teala bizi bu aya yetişdirdi. Və bu ayda xeyirlərdən məhrum etmədi. Lakin ibadət və Allaha qulluq bu ayla bitmir. İbadət ölənə kimidir. Necə Allah Teala özü buyurur. وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Ölüm sənə gələnə qədər Rəbbivə ibadət elə. Bu əmir Muhammed sallallahu aleyhi və səlləmə idi və həmçinin ümmətinə də aiddir. İbadət ölənə qədərdir. İbadət hansısa illə, ayla, həftə ilə, günlə bitmir. İbadət son ana qədərdir. Son ana qədər. İnsan dünyasını dəyişənə qədər Allaha ibadət və itaət üzərində olmalıdır. Necə Muhammed sallallahu aleyhi ve sellem İmam Buxari və İmam Müslimin rivayətində Muaz radiyallahu anh deyir ki, Ya Muaz, ey Muaz, ətədri mə haqqullahi aləl ibad və mə haqqul ibadi alallah. Sən bilirsənmi Allahın qullar üzərində, qulların da Allah üzərində olan haqqı nədir? Muaz radiyallahu anh cavab verir ki, Allah və Rasuluhu ələm. Allah və Rasulü daha yaxşı bilir. Muhammed sallallahu aleyhi ve sellem bu haqdan xəbər verir, buyurur ki, Haqqullahi aləl ibad ən ya'buduhu və la yüşriku bihi şey'ə. Allahın qullar üzərində olan haqqı odur ki, qullar Allaha ibadət eləyib, ona heç bir şey şərik qoşmasınlar. Və haqqul ibadi alallah. Qulların da Allah üzərində olan haqqı odur ki, əllə yuəzzibə mən la yüşriku bihi şey'ə. Qullardan kim Allaha ortaq qoşmasa, ona əzab verməməsi. Yəni, sən Allaha ibadət eləyib, ona heç bir şey şərik qoşmasan, hətta başqa günahların olsa da belə, Allah da onları bağışlayacaq. Fikir versəz, Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Allahın qullar üzərində olan haqqı və bu haqq ölənə qədərdir. Bu haqq ölənə qədərdir. İnsan Ramazan ayını yetişibsə, elm əhli buyurur ki, Allah ona xeyir istəyib. Allah ona xeyir istəyib və onu xeyirlərə müvəffəq eləyib. Gərək Ramazandan sonra da Ramazanda qazandığın imanı yaşayasan. Ramazan böyük bir fürsət idi imanı artırmağa. Ramazan böyük bir fürsət idi insan nəfsini tərbiyə etməyə. Kimlər ki tərbiyə etdilərsə,
Quranla, sünnətlə, zikirlə, tövbə ilə, salih əməllərdə yarışmaqla böyük xeyir qazandı. Ramazandan sonra da onu yaşasın deyir elm əhli. Lakin bəzilərimiz Ramazanın çıxmağını gözləyir. Ramazandan öncəki münkərlərə qayıtmaq üçün. Ramazandan əvvəl etdiyi münkərlərə qayıtmaq üçün Ramazanın çıxmasını gözləyir. Vallahi qardaş, eləmə, tövbə elə, Allaha qayıt, səmimi olaraq. Əgər Ramazanda tövbə etmişdinsə, sonra Ramazandan sonra gözləyirsən, həmin münkərə yenə qayıdasan, tövbəndə sadiq adam deyilsən. Tövbətən nəsuhə, Allah Teala deyir ki, Allaha səmimi tövbə eləyin. Səmimi tövbə, əgər sən o arzu istəkdəsənsə, səndə tövbədə problem var. Tövbəni nəzərdən keçir. Yenə fürsətdir, hələ Ramazan çıxmayıb. Səmimi tövbə elə. Allaha yalvar. Allahdan yalvar, yapış elə, istə Allah Teala'dan. İslah etsin qəlbivi. Çünki Ramazan sənin islahın üçün böyük bir mədrəsə və məktəb idi. Əgər belə haldasansa, Ramazan sənə təsir etməyib, tutduğun oruz sənə Allah qorxusu qazandırmayıb. Yə əyyuhəl-ləzīnə əmənu, kutibə aleykumus-siyam, kəmə kutibə aləl-ləzīnə min qablikum, ləalləkum təttəqun. Allah Teala oruzu nə üçün fərz edib? Allah Teala deyir ki, iman gətirənlər, sizdən əvvəlkilərə fərz edildiyi kimi, oruz tutmaq sizə də fərz edildi. Səbəb nədir? Allah Teala özü deyir, ləalləkum təttəqun. Ola bilsin ki, Allahdan qorxasınız. Əgər belə haldasansa, təqva əldə eləməmisən, oruc sənə təqva qazandırmayıb. Əgər belə haldasansa, orucun şəfaətindən məhrum olacaqsan qiyamət günü. Muhammed sallallahu aleyhi ve sellem hədisdə bildirir ki, əs-siyamu vəl-Qur'an, Quran və oruc, yəşfəən lil-əbdi yevməl qiyaməti. Qiyamət günü gəlib qul üçün şəfaətçilik edəcək. Lakin o insanın orucu ona şəfaətçilik edəcək. Necə elm əhli buyurur? Qəlbi, gözü, qulağı, dili və qarnı oruç tutub, ən asan oruç tutanlardan olubsa, tutduğu oruc ona şəfaətçi eləməyəcək. Ən asan oruç tutanlar necə elm əhli buyurur? Tək bətni ilə oruç tutanlardır. Yəni, insan gözünü haramdan qorumuyub, qulağını qorumuyub, dilini qeybətdən qorumuyub, böhtandan, nəmimətdən, fəsaddan qorumuyub, o oruc ona fayda verməyəcək və ya şəfaətçilik eləməyəcək. Əgər bu ayda Quran oxudunsa, Ramazandan sonra da davam et. Əgər bu ayda sədəqə verdinsə, Ramazandan sonra da davam et. Əgər bu ayda Allaha dua etdinsə, Ramazandan sonra da dua et. Çünki hər bir an Allaha ehtiyacımız var. Yə əyyuhən-nəsu əntumul fuqara'u ilallah, vallahu huvəl ganiyyur həmid. Ey insanlar, sən insansan. Allah Teala deyir ki, ey insanlar, hamınız Allaha möhtaçsız. Allahın heç kimə ehtiyacı yoxdur. Əl-Hayyul Qayyum deyib Allah Teala özü haqqında. Əl-Hayy, əbədi, sağ olan, diri olan, ölməz. Əl-Qayyum, bütün məxluqatın ehtiyacını ödəyən və özünün heç bir şey ehtiyacı olmayan. Allah Subhanahu wa Teala'ya qulun daim ehtiyacı var. Daim Allah Teala'ya möhtacdır. Ramazandan sonra da Ramazanda qazandığımız imanı yaşatmaq, onu artırmaq, qəlbimizdə onu bəzəmək, Ramazanda olan iman qazancımızı göstərir. Kim Ramazandan imanla çıxarsa və onun üzərində yaşayarsa, elm əhli buyurur ki, ibadətlərinin qəbul olmasının əlamətlərindəndir. Ramazanda özünü islah edə bilmirsənsə, Ramazandan sonra da o halda qalırsansa, elm əhli deyir ki, səndə əlamət var ki, Allah Teala Ramazanda etdiyin ibadətləri qəbul eləyib. Həmçinin qardaşlar, Ramazan bizə salih əməllərdə yarışmağı öyrətdi. Bəzi qardaşlarımız və bacılarımız, Allah Teala mallarına bərəkət versin,
Allah üçün ac qalan qarınları doyurdular. Allah üçün ac qalan qarınları doyurdular. Allah Teala buyurur ki: "Və təavanu aləl birri və təqva və la təavanu aləl ismi vəl udvan." Allahdan qorxmaqda və xeyir əməllərdə yardım edin. Kimlərə ki Allah nəsib elədi, onlar bu ayda xeyir üzərində yarışdılar, çalışdılar, kasıbları sevindirdilər, zəkat verdilər, sədəqə verdilər, az olanları yedizdirdilər. Muhammed sallallahu aleyhi ve sellemin hədisinin savabını qazandılar. Kim bir orucuya iftar verərsə, onun savabından azalmadan iftar verən də qazanar. Həmçinin Allahın ayəsinin altına düşür ki, Allah Teala deyir ki, xeyir əməllərdə yarışın. Sən Allahın əmri üzərində salih əməl etmişsən. Elm əhli buyurur ki, əgər Allah Teala səni müvəffəq eləyibsə, salih əməl etməyə, bu o deməkdir ki, Allah onu səndən qəbul eləyəcək. Əgər əlvi qaldırıb Allaha dua edə bilirsənsə, əllərin səmaya tərəf yönəlir, dilin Allaha aciz şəkildə dua edirsə, bu o deməkdir ki, Allah subhanahu və teala onu səndən qəbul eləyəcək. Həmçinin təşəkkürlər eləmək lazımdır analarımıza, bacılarımıza, qadınlarımıza ki, bu ayda əziyyətimizi çəkdilər, çalışdılar savab qazanmağa, onları da müjdələmək olar. Allah Teala'nın Quran-ı Kərimdə onlar haqqında bir çox ayələri var. Bəzi qadınlar gəlirlər Muhammed sallallahu aleyhi ve sellemin yanına, deyirlər ki, ey Allahın Rasulü, Allah Teala Quran-ı Kərimdə kişilərdən danışır, onları zikr edir xeyirlə, lakin qadınlardan danışmır, qadınlar zikr olunmur. Və Allah Teala ayələr nazil edir. Allah Teala buyurur ki, innel musliminə vəl muslimat, vəl mu'mininə vəl mu'minat. Həqiqətən müsəlman kişilər və müsəlman qadınlar, vəl qanitinə vəl qanitat, Allaha itaət edən kişilər və itaət edən qadınlar, və sadiqinə və sadiqat, sadiq kişilər və sadiq qadınlar. Ləfslərə diqqət edin, qardaşlar. Sadiq kişilər və sadiq qadınlar. Sonra Allah Teala buyurur ki, və sabirinə və sabirat, səbirli kişilər və səbirli qadınlar. Vəl xaşiinə vəl xaşiat, Allahdan qorxan kişilər və Allahdan qorxan qadınlar. Vəl mutasaddiqinə vəl mutasaddiqat, mallarını Allah üçün xərcləyən kişilər və xərcləyən qadınlar. Vəs-saiminə vəs-saimat, oruç tutan kişilər və oruç tutan qadınlar. Vəl-hafizinə furucəhum vəl-hafizat, öz övrətlərini, namuslarını, qiriyyətlərini qoruyan kişilər və qoruyan qadınlar. Görün Allah Teala necə bir-bir zikr eləyib. Hamısını qeyd eləyib Allah Teala. وَالذَّاكِرِينَ اللّٰهَ كَسِيرًا وَالذَّاكِرَاتِ, Allahı çoxlu zikr edən kişilər və zikr edən qadınlar. اَعَدَّ اللّٰهُ لَهُمْ مَغْفِرَةً وَاَجْرًا عَظِيمًا, Allah onlara böyük bir əcr, savab və məğfirət hazırlamışdır. Fikir versəz, qardaşlar, bu ayənin içində olanların bir çoxsu Ramazan ayında Allah Teala cəm eləyib. Müsəlmanıq, həmçinin möminik, qadınlar da müsəlman və möminədirlər. Allah Teala buyurur ki, itaətkar kişilər və itaətkar qadınlar. Bu ayda Allah Teala itaətlər oldu. Lakin itaət deyəndə, qardaşlar, alimlər deyirlər ki, qanitət deyəndə itaətdə davamlı olanlar nəzərdə tutulur. Müəyyən vaxtlarda yox, hər bir vaxtda, Ramazanda və Ramazandan sonra da. Həmçinin Allah Teala buyurur ki, sadiq kişilər və sadiq qadınlar Ramazan ayında yalan danışmadılar. Necə Ramazandan əvvəl, necə Ramazandan sonra. Çünki sadiqlər elə adamlardır ki, onlar heç bir halda yalan danışmazlar. Heç bir halda. Həmçinin Allah Teala deyir ki, səbirli kişilər və səbirli qadınlar, oruc bizə 3 növ səbir öyrətdi. Allaha itaət eləməkdə səbir, orucu tutmaqda oruc itaətdir, haramları tərk eləməkdə səbir, yalanı, qeybəti, böhtanı, nə qədər asilikləri tərk eləməkdə səbiri öyrətdi. Həmçinin 3-cü növü, bədənimizdə baş verən ağrılar, acılar, o aclıq, o susuzluq, dillərin, dodaqların quruması və bir-birinə Allah üçün yapışması, çətinliklə bir-birindən ayrılması əziyyətdir.
Lakin mömin səbr eləyir. Allaha görə. Həmçinin möminə qadınlar. Allah təala deyir ki, Allahdan qorxan kişilər və qorxan qadınlar. Bu ayda Allahdan qorxuldu. Gizlində və aşkarda. İnsanların içində oruç tutulub. Gizlində yeyib içilmədi. Çünki Allahdan qorxan kişilər və qadınlar hər bir hallarında İnna Allaha kana aleykum raqibə ayəsini yaşayırlar. Allah sizə nəzarət eləyir. Və huve ma'ahum eynəmə kanu. Allah onlarladır, onlar harda olsalar. Yəni Allah onları bilir, Allah onları görür, Allah onları eşidir, Allah onların hallarından xəbərdardır. Mömin kişi və mömin qadınların halları belədir. Həmçinin mallarını xərcləyənlərdən danışır Allah Teala. Sədəqə verən kişilər və sədəqə verən qadınlar. Bu ayda sədəqələr verildi. Allah üçün xərclənildi. Allah üçün paylanıldı. Allah üçün qarınlar doyduruldu. Kasıblar sevindirildi. Hələ bundan sonra da sevindiriləcək inşallah. Fitir zəkatı ilə Allah Teala müvəffəq etsin. Həmçinin oruç tutan kişilər və oruç tutan qadınlar, əlhəmdülillah bu ayda oruclar tutuldu. Həmçinin Allah Teala buyurur ki, öz namuslarını və iffətlərini qoruyan kişilər və qoruyan qadınlar, mömin kişilər və mömin qadınlar bu aydan əvvəl də, bu aydan sonra da, xüsusilə bu ayda bu məsələyə daha çox diqqət ediblər. Gözləri ilə və bütün bədənləri ilə qoruyublar iffətlərini və namuslarını. Belə hal mömin kişi və mömin qadınların halıdır. Sonra Allah Teala deyir ki, "Əz-zəkirin Allaha kəsira və-zəkirat." Allahı çoxlu zikr edən kişilər və qadınlar. Ən gözəl zikr olundu bu ayda. Allah Teala'nın kitabı "İnna nahnu nazzalna zikra və inna lehu lehafizun." Zikri biz nazil etdik deyir Allah Teala. Quran-ı Kərim yəni. Oxuyanlar oxuyub xətm elədi. Yarıya qədər oxuyanlar oxudu. Dilləri ilə Allah'a zikr eləyən, Əstəğfirullah deyənlər, La ilahə illallah, Subhanallah, Allahu Akbar. Bu zikirlərin hər biri haqqında Muhammed sallallahu aleyhi və səlləm böyük fəzilətlər vəd edib. Allah'ı zikr edən kişilər və zikr edən qadınlar bu ayda etdilər. Allah Teala mükafatlarından danışıb, Əəddəllahu ləhum məğfirətən və əcrən azimə. Allah onlar üçün böyük bir mükafat və məğfirət hazırlayıb. Allah Teala bizim hər birimizi onlardan etsin. Ki Allah Teala bizim ibadətlərimizi qəbul etsin. Allah Teala bizim bu əməlimizdə, bu ibadətlərimizdə bizi ixlasa və sünnətə müvafiq etsin. Allah Teala bizim bu az əməllərimizi böyük əməllər kimi qəbul etsin. Allah Teala bizim cəmaatımıza hidayət versin. Və bilmək lazımdır ki, qardaşlar, bu ayda kim xeyrə müvəffəq oldusa, o deməkdir ki, Allah Teala onu xeyir istəyir. Kim ki, özünü məhrum elədisə, o deməkdir ki, Allah Teala onu xeyir istəməyib. İbn-i Rəcəb Əl-Həmməl Rahiməhullah buyurur ki, Ramazanın gəlişi münasibəti ilə Ətə Ramadanu məzraatul ibadi, qulların əkin biçin sahəsi olan Ramazan gəldi. Litathiril qulubi minəl fəsadi, qəlbləri fəsaddan təmizləmək üçün. Lakin kimlər qəlblərini təmizlədilər, xeyrə nail oldular, kimlər qəlblərini təmizləmədilər, onlar xeyrə nail olmadılar. Allah Teala bizə eşitməyi və faydalanmağı müvəffəq etsin. Bütün xeyirlər Allahdandır, xətalar bizim nəfsimizdən və şeytandandır. İbadallah, innallaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel baghi. Ya'idukum la'allakum tezekkerun ve aqimus salah.